Salam dəyərli müdavimlər, abituriyentlər, xoş gördük hamınızı. Mən Akşin Tahirov, tarix müəllimiyəm. Dəyərli yoldaşlar, vaxt itirmədən keçirik növbəti mövzumuza. Növbəti mövzumuz qədim Albaniya, Azərbaycan tarixindən qədim Albaniya. Deməli, Albaniyadan danışarkən indiki Azərbaycan ərazisi, yəni Azərbaycanın şimalı nəzərdə tutulur. Azərbaycanın şimalında Albaniyaya qədər müəyyən bir siyasi proseslər keçmişdi. Onlar hansılar idi? Deməli, eramızdan əvvəl 7-ci əsrdə ötən mövzulardan bildiyimiz kimi İskit padşahlığı Kürlə Araz arasındakı torpaqlarda mövcud olub. Ondan sonra Azərbaycanın şimalı eramızdan əvvəl 6-4-cü əsrlərdə Midiyanın, sonradakı Əhəməni imperiyasının tərkibində olub. Əhəməni imperiyasından sonra Makedoniya imperiyasının hökmranlığı başlayır bu ərazidə. Nə vaxt eramızdan əvvəl 4-cü əsrin ikinci yarısından söhbət gedir. Deməli, Əhəməni dönəmində, Əhəməni imperiyasının dönəmində 3 əsas məsələyə diqqət yetirdik. 1. Maliyyə vergi sisteminin mövcud olması, geniş ticarət əlaqələrinin mövcud olması və iri yaşayış məskənlərinin salınması artıq Albaniyada, yəni Azərbaycanın şimalında dövlətçiliyin qurulmasına, dövlətçiliyin yaranmasına ilkin şərtləndirən xüsusiyyətlərdən sadalamaq olar bunları. Demək, eramızdan əvvəl 4-cü əsrdə artıq Alban tayfaları birləşib vahid Alban tayfaları şəklində meydana çıxmağa başladı. Nə vaxt 4-cü əsrin sonunda eramızdan əvvəl. Yəni, vahid Albanlar eramızdan əvvəl 4-cü əsrin sonunda formalaşıb. Deməli, Makedoniya imperiyası ki dağılır, dağılması nəticəsində Azərbaycanın cənubunda Atropatena yaranmışdı. Şimalında isə indi biz yaşadığımız bu Azərbaycan torpaqlarında Albaniya yaranır, Albaniya dövləti yaranır daha doğrusu. Albaniya dövlətinin ərazisinə bir göz gəzdirək. Sərhədləri hara qədər çatırdı? Deməli, şimalda Qafqaz dağlarına, cənubda Atropatenaya, o vaxtda Atropatena dövləti mövcud idi. Azərbaycanın cənubu, söhbət Araz çayı təqribən. Şərqdə Xəzər dənizi bu həmişəki kimi belə olub və qərbdə İberiyaya. İberiya haradır? İndiki Gürcüstanın şərq hissəsi, Gürcüstandan söhbət gedir. Böyük Plini, tarixçi Böyük Plini 1-ci əsrdə yaşayıb, bildirir ki, Albaniyanın paytaxtı Qəbələ olub. Qəbələ Kabalaka kimi adlandırır Qəbələni, Qəbələ olub. Sonralar Bərdə olacaq, onu artıq orta əsrlərə keçəndə danışarıq. Kladvi Ptolemey deyir ki, 29 şəhər mövcud olub Albaniyada. Daha doğrusu 29 şəhərin adını çəkir. Bunların içərisində Qəbələ, Şamaxı, Albana şəhəri. Albana şəhəri Alban çayı üzərində bir şəhər idi. Gəlirik Strabonun coğrafiya əsərinə. Strabon öz coğrafiya əsərində bildirir ki, Albaniya ərazisində var idi Kambisena vilayəti, Kaspiana vilayəti və Uti vilayəti. Uti vilayətində yerləşirdi Ayniana şəhəri və Anaryaka şəhəri. Bu iki şəhər Uti vilayətində yerləşirdi. Bunu kim deyir? Strabon deyir coğrafiya əsərində. Və bildirir ki, həmin Strabon, həmin o əsərdə bildirir ki, indi, yəni Strabonun yaşadığı dönəmdən söhbət gedir, indi bir hökmdar idarə edir Albaniya ərazisini. Əvvəllər hər vilayətin öz hökmdarı olsa da, indi bir hökmdar idarə edir. Eyni zamanda, deməli, Oroys haqqında da tarixçilər məlumat verir. Oroys kimdir? Bir neçə abzasdan sonra biz bu barədə danışacağıq. Oroys Alban hökmdarıdır. Oroys haqqında məlumat verir Plutarx və Dion Cassi. Bu iki deməli tarixçi Oroys haqqında məlumat verir. Albaniyada puldan istifadə olunub, dövlət var idi, ticarət var idi, deməli puldan istifadə olunurdu. İlk pullar xarici pullar idi. Eramızdan əvvəl 4-cü əsri, deməli 4-cü əsrin ikinci yarısına aiddir xarici pullar və bu Makedoniyalı İskəndərin adına kəsilən pullardır. Yəni Makedoniya İskəndərin pullarından xarici pul kimi istifadə olunurdu. Hələlik öz pulları yox idi. Nə vaxt öz pulları olacaq? Eramızdan əvvəl 3-cü əsrin birinci yarısında artıq Albanlar yerli pul kəsməyə başladılar.
Bu da Makedoniya İskəndər pullarına oxşar formada yerli pullar kəsilməyə başladı. Albaniyada quldarlıq zəif idi. Niyə? Çünki Albaniya işğalçı dövlət deyildi. Getsin hansısa bir ərazini işğal eləsin, onun əhalisini qul kimi gətirsin. Bəzi əyanların təsərrüfatlarında, bəzi sahələrdə zəif də olsa quldan istifadə olunurdu. Əsas inkişaf etmişdi üzümçülük, şərabçılıq, toxuculuq, duluzçuluq, dəmirçilik və zərgərlik. Bax, bunları əsas inkişaf etmiş sahələr bunlardır. Hissədə düşəndə diqqətinizdə olsun. Albaniyalı digər qədim dünya ölkələri kimi də əhalisi təbəqələrə bölünürdü. Hansı təbəqələr idi? Başlayaq. 1. Hökümdar. Birinci təbəqədə hökümdar dayanırdı. Ən ali, ən yuxarı təbəqə. İkinci hakimlər, din xadimləri, hərbçilər idi. İkinci təbəqədə hakim, din xadimləri və hərbçilər. Üçüncü təbəqədə gəlirdi kəndlilər, sənətkarlar, tacirlər. Kəndli, sənətkar, tacir, üçüncü təbəqə. Həm Atropatenada, həm Albaniyada bəzi tayfalar vardı ki, bu hər iki ölkədə yaşayırdı. Həm Atropatenada, həm Albaniyada. Bunlar hansılar idi? Kaspilər, İskitlər, yeni kitablara görə, baxın burada yazıram, yeni kitablara görə Kaspilər, İskitlər. Amma bir neçə il, yəni 4-5 il əvvəldən yazılmış dərsliklərə görə və vəsaitlərə görə Kadusilər də həm Albaniyada, həm Atropatenada yaşayırdılar. Bəzən belə müəmmalı məsələlər olur. Kaspi, İskiti biz indi yeni dərsliklərə görə götürürük ki, həm Atropatenada, həm Albaniyada var idilər. Amma Kadusilər də var idi. Sadəcə 2025-ci ilin kitabında, 6-cı sinif dərsliyində bu məlumat yoxdur. Yəni Kadusilərin də Albaniyada yaşaması. Deməli, Albaniya ərazisində 26 dildə danışan tayfalar yaşayırdı, xalqlar yaşayırdı. Burada məsələn İskitləri aid etmək olar, Albanları aid etmək olar, Utiləri, Kaspiləri, Qarqarları və sair çoxdur. Yəni 26 dildə danışırdılar. Albaniyanın ərazisini indiki ərazilərlə hardan hara qədər əhatə edirdi, müqayisə edək və müəyyənləşdirək. Albaniyanın ərazisi, indiki Azərbaycan Respublikasının ərazisi. Üstə gəl, yəni əlavə olaraq. Müasir Ermənistan ərazisi, Albaniya ərazisinin daxilindəyik. Dağıstanın cənubu, Albaniya ərazisinin daxilindəyik. Və Gürcüstanın Borçalı, Qanıq ərazisi ilə Albaniya torpaqlarına daxil idi. Qədim Albaniya dövlətinə daxil idi. Musa Kalankatlı kimdir? Bu Alban tarixçisidir. Əsərin adı nədir? Albaniya tarixi əsəri var. Musa Kalankatlı. Deməli, yazır ki, Alban hökümdarı Arran Sak tayfalarına mənsubdur. Deməli, ərəblərin bura gəlişi dönəmində Azərbaycanın şimal ərazisini, yəni Albaniya ərazisini Arran adlandırırdılar. Çox güman ki, bu həmin Arranın adı ilə adlandırırlar. Deməli, Alban tayfalarının, Albanların varisləri indi də var. Onlar hansılardır? Udinlər. Qəbələnin Niç kəndində məskunlaşıblar. Xınalıqlar və Buduqlar Qubada məskunlaşıblar. Xınalı Qubanın Xınalıq kəndində, Buduqlar isə Qubanın Buduq kəndində məskunlaşıblar. Eyni zamanda Qrızlar, Ceklər, Saxurlar, İngiloylar, bunlar da deməli qədim Albanların varisləridir. Albaniyada belə bir daxili sistemə əsaslanan bir iqtisadiyyat qurulmuşdu. Bunun da əsas hissəsini təşkil edirdi süni suvarma sistemləri. Ən məşhuru Gövurarxdır. Gövurarx deməli ən məşhur süni suvarma sistemidir, hansı ki Albaniyada yerləşirdi. Kladvi Eliyan. Deməli kimdir? Bu da tarixçidir. Kaspilər haqqında danışır. Eliyan deyir ki, Kaspilər, yəni Kaspi xalqları, tayfaları Xəzər dənizində balıq ovlayırdılar. İri nərə balıqlar. Onları adlandırırdılar şişburun balıqlar. Bu böyük balıqlar idi. Bu böyük balıqları ovlayır. Onun ətindən də istifadə edir.
Onun içalatından xüsusi şirə maddə hazırlayır. Onu eyni zamanda qurudur, duzluyur, göndərirlər Ekbatana. Deməli, Kladvi Elyan bu məlumatı verir. Albaniyada bizim eranın birinci əsrində iki mühüm kəşf var. Bir, şüşə qablar kəşf olundu və su dəyirmanı. Yəni, su dəyirmanlarından istifadə və şüşə qablardan istifadə, dəyərli yoldaşlar, bizim eranın birinci əsrinin Alban tarixinə aiddir. Deməli, Albaniyanın təsərrüfatı haqqında, coğrafiyası haqqında, xalqları haqqında məlumat verdik. Albaniyaya yadelli işğallar haqqında da biraz məlumat verək. Eramızdan əvvəl 66-cı ildə Roma Respublikasının sərkərdəsi, Roma Respublikasının, imperiyasının yox, Respublikasının sərkərdəsi Pompey hücum eləyir şərqə. Məqsəd burada nədir? Məqsəd, deməli, Hindistandan Qara dənizə qədər olan bütün ticarət yollarını Roma nəzarətə götürmək, ələ keçirmək istəyirdi. Burada strateji obyektlərdən biri Xəzər dənizlə Qara dəniz olan arasındakı torpaqları birinci tutmalıydı. Bunun üçün də, deməli, Qafqaza hücum eləyir. Pompey gəlir bura, Oroyus'la qarşılaşır. Oroyus biraz öncə adını çəkdim, Alban hökmdarıdır. 66-cı ildə Kür döyüşü baş verir Oroyus'la Pompey arasında. Pompey qalib gəlir, Oroyus məğlub olur. Oroyus'un 40 min ordusu var idi, amma zəif silahlanmışdı. Yəni, buradakı əsas məğlubiyyətin səbəbi zəif silahlanma idi. Oroyus'la saziş bağlanır və Pompey arxayın olur ki, Oroyus mənə tabi oldu və yola düşür İberiyaya doğru, Gürcüstana doğru. Məqsəd axı Qara dənizin ətrafına doğru getməkdir. İberiyanı da tabi eləməli idi. İberiyaya yola düşdüyü müddətdə, yəni İberiyaya çatan ərəfədə Qanıq çayı, yəni Alazan çayı, Qanıq çayı ətrafında döyüş olur. Eramızdan əvvəl 65-ci ildə. Bu döyüşdə Kozis ilə Pompey arasında olur. Deməli, Kozis kimdir? Oroyus'un qardaşıdır. Hökmdar deyil Kozis. Kozis ordu başçısıdır. Amma Oroyus Albaniyanın hökmdarıdır. Kozis ətrafına yığır 60 min piyada və 12 min süvaridən ibarət nəhəng bir ordu. Deyir ki, mən Pompeyi məğlub edəcəm. Və təqib edir Pompeyi. Qanıq çayı sahilində 65-ci ildə baş verən döyüşdə yenə Pompey qələbə çalır. Pompey bu dəfə, böyük sərkərdədir, müharibələr aparıb illərlə və hərbi hiylə işlədir burada, Kozisi məğlub edir. Bu haqda kim deyir bizə məlumat verir? Plutarx. Hansı əsərində? Müqayisəli tərcümeyi hallar əsərində. Kim? Plutarx. Qanıq döyüşü haqqında bizə məlumat verir. Deməli, biraz öncə nə dedik? Pompey məqsədi nə idi? Xəzər ətrafı əraziləri işğal eləmək. Alınmır. Çünki Pompey görür ki, əhali çox ciddi müqavimət göstərir. Mən bu yerdə möhkəmlənə bilmərəm və Xəzər sahilini tutmaq iddiasından əl çəkir. Çünki Oroyus da eyni vaxtda dağlara çəkilmişdi və partizan müharibəsi aparırdı. Deməli, partizan müharibəsi də təsir edirdi Pompeyə, itkiləri böyük idi və bu plandan əl çəkdi, geri döndü. Romalıların, Roma Respublikasının, hələ imperiya deyil, ikinci cəhdi baş verəcək sərkərdə Antoninin dövründə. Sərkərdə Antoni şərqə yürüşə başlayır. Şərqə. Nə vaxt? Eramızdan əvvəl 36-cı ildə. Qafqaza kimi göndərir? Qafqaza göndərir Kanidini. Deyir, get sən Qafqazı tabi elə. Şərqə özü gəlir. Şərqin də bir hissəsi Qafqazdır. Romalılara görə biz şərqdəyik. Deməli, Kanidini göndərir. Kanidi gəlir 36-cı ildə. Tarixçi Dion Cassinin verdiyi məlumata görə Kanidi deməli məğlub eləyir kimləri? İberləri, yəni Gürcüləri və Albanları. İberlər də məğlub olur, tabi olur, müttəfiqlik müqaviləsi bağlayır. Albanlar da məğlub olur, tabi olur və müttəfiqlik müqaviləsi bağlayır. Bu zaman Alban hökmdarı kim idi? Zober.
Dion Cassinin verdiyi məlumata görə Kanidi Azərbaycanın ərazisinə Albaniyaya gələndə Alban hökmdarı Zober idi. Zoberlə ittifaq bağlanır və Romaya bir növ tabe olur. Roma ilə müttəfiqlik münasibəti qurur. 1-ci əsrdə biraz dəyişikliklər baş verir. Bizim eranın 1-ci əsrində. Nədir bu? Deməli, Parfiya dövləti Atropatenanı bizim eranın 1-ci əsrin 20-ci ilində, yəni 20-ci ildə, bizim eranın 20-ci ilində Parfiya Atropatenanı işğal edir. Qatır öz torpaqlarına. Atropatena dövlətçiliyə son qoyur. Atropatena bizim Albaniyanın cənub qonşusuydu. Alban hökmdarları da görür ki, Parfiya Atropatenanı tutdu artıq birləşdirdi öz ərazisinə. Deməli, növbə Albaniyadır. Birazdan Albaniyaya doğru gələcək. Bizə böyük müttəfiq lazımdır. Bununla əlaqədar Roma ilə münasibətləri düzəldirlər. Yəni, Romaya yaxınlaşırlar, Roma ilə sıx ittifaq, mədəni əlaqələr, ticarət əlaqələri, siyasi əlaqələr yüksək səviyyəyə çatdırılır 1-ci əsrdən. Deməli, 1-3-cü əsrlərdə Albaniyaya hücumlar olur, yad elli hücumları. Bunlar alanlardır. Alanlar 1-3-cü əsrlərdə 200 il ərzində, bəlkə də 300 il ərzində Azərbaycana elədiyi yürüşlərin ən böyüyü 72-74-cü illəri əhatə edən yürüşdür. Bu böyük yürüşdə alanların Albaniya böyük yürüşündə təkcə Albaniya əziyyət çəkmir. Eyni zamanda Atropatenaya da hücum edilir. Atropatena, biz demişdik axı, Parfiya tərəfindən tutulmuşdu. Atropatenada Parfiya canişini hökmranlıq edirdi. Həmin bu alanlar 72-74-cü illərdə Parfiya canişininin qoşunlarını məğlub edirlər. Eyni zamanda orada qənimət, onların məqsədi zaten qənimət idi, talançılıq idi. Hər iki ərazini, Atropatenanı və Albaniyanı talan edirlər və geri dönürlər. Onların burada qalması, burada mövcud olması ilə bağlı sübut materialları nələrdir? Deməli, alanların Azərbaycan ərazisində olmalarını sübut edir. Mingəçevirdən və Qəbələdən tapılmış katakomba qəbirləri alanlara məxsusdur. Dəyərli yoldaşlar, indi isə keçirik qədim Albaniya mövzusunun ikinci hissəsinə. Roma-Albaniya münasibətləri. Roma-Albaniya münasibətləri biz demişdik ki, 1-ci əsrin 20-ci ilindən sonraki Atropatena Parfiya tərəfindən işğal olundu. Ondan sonra artıq Albaniya Romaya yaxınlaşmağa başladı və bunu sübut edən deməli abidələrdən biri Qobustan kitabəsidir ki, 84-96-cı illərə aiddir. Roma-Albaniya münasibətlərini sübut edir. Iosif Flavi məlumat verir ki, İmperator Tiberi, yəni artıq Romada imperiya qurulub, İmperator Tiberi 1-ci əsrdə İber və Alban hökmdarlarına pul göndərir. Bu pulu niyə göndərir? Parfiya hökmdarı Artabana qarşı mübarizə aparmaq üçün. Kimə göndərir? Deməli, İber hökmdarına və Albaniya hökmdarına göndərir. 2-ci əsr məlumatı İmperator Adrian Albaniya hökmdarına hədiyyələr göndərir. Roma-Albaniya münasibətləri 3-cü əsrin ortalarına kimi bu formada dostluq münasibətləri kimi davam edir, müttəfiqlik münasibətləri kimi davam edir. Albaniyada yazıya keçməzdən əvvəl ümumiyyətlə Azərbaycan arasında bir yazının keçmişinə baxaq. Deməli, ilk yazı piktoqrafik yazıdır, yəni şəkli yazıdır. Sonra ideografik, yəni fikri yazı, simvollardan ifadə olunma. Deməli, piktoqrafik yazı nümunələri harada tapılıb? Biz ötən dərsimizdə demişdik ki, Qobustanda, Qazaxda, Gədəbəydə, Naxçıvanda tapılıb. Deməli, 3-cü minillikdə, eramızdan əvvəl 3-cü minillikdə artıq Azərbaycan ərazisində dövlət qurumları mövcud olanda mixi yazı ilə də tanışlıq var idi. Mixi yazı Şumerlərdən gəlir, tanışlıq var idi. Mannada, deməli, hieroqlif yazıdan istifadə olunurdu Mannada. Bunu biz keçmişik, sadəcə xroniki bir təkrar edək. Gəldik Albaniyaya. Albaniyada yerli yazı mövcud olub. Əsasən yerli yazıdan istifadə olunub. Amma qismən Aramey, Yunan, Latın yazısından da istifadə olunub. Məsələn, Oros Pompeyin məktublaşması Latın yazısında olub. Yəni biz deməli Kür döyüşündə bu barədə məlumat vermişik.
2-ci əsrə aid Şəkinin Böyükdəhnə kəndindən bir kitabə tapılıb. O kitabə deməli Yunan yazısında tərtib olunmuşdur. Şəkinin Böyükdəhnə kəndi Yunan yazısını göstərir. Alban dili, deməli Alban dilində bugünə qədər gəlib çatmış ən böyük yazılı abidə 1975-ci ilə aiddir. Hardan tapılıb? Misirdən, Sinay yarımadasında, monastırdan. Deməli, bu yazıda monastır tapınaq adlanır. Yəni, türk adlarında tapınaq var, türk dilində tapınaq sözü hamımıza məlumdur. Albaniyada heykəllər, heykəltaraşlar tərəfindən heykəllər yaradılırdı. Bu heykəllər əsasən tanrıları, hökmdarları təsvir edirdi və bu heykəllər tapılıb Göyçədən, Qarabağdan, Şirvan ərazisindən tapılıb. Biraz da daha dəqiq məlumatlar verək heykəllər haqqında. 1-3-cü əsrlərə aid kişi təsviri olan daş heykəllər, kişi təsviri daş heykəllər, qadın təsvirli gil heykəllər tapılmışdır. Və Qızıl İlahə heykəli tapılıb. Eramızdan əvvəl 1-ci minilliyin ortalarına aiddir. Albaniya ərazisinə, Albaniya dövlətindən söhbət getmir, onun ərazisindən söhbət gedir. Aiddir, Lənkərandan aşkarlanmışdır Qızıl İlahə heykəli. Dəyərli yoldaşlar, Albaniya ərazisində evlər, binalar deməli çiy kərpicdən tikilirdi. Bünövrəsi çaydaşlarından istifadə olunurdu bünövrədə. Sütunlardan istifadə olunurdu, evlərin möhkəm olması üçün və kiremiddən istifadə olunurdu. Kiremiddən istifadə biz həm Atropatenada keçmişik, həm də Albaniyada var. Hər ikisində kiremiddən istifadə Yunan mədəniyyətinin təsirini göstərir. Qəbələ şəhəri Albaniyanın paytaxtı idi, Kabalaka. Qəbələnin ətrafı müdafiə divarı ilə əhatə olunmuşdur. Və bu müdafiə divarının da ətrafında xəndək çəkilmişdi ki, yadelli basqınlardan qorunmaq üçün. Qoşundaş abidəsi. Qoşundaş abidəsi yerləşir Zəngəzurda, Qara kilsədə. Ermənilər tərəfindən deməli zorakılığa məruz qalıb talan edilmişdi. Qobustan kitabəsi biraz öncə dedik ki, 84-96-cı illəri əhatə edən Azərbaycan, yəni Albaniya-Roma münasibətlərini özündə göstərən bir abidədir. Qobustanda Böyükdaş dağında yerləşir. Qədim Albaniyada din çox tanrılı idi. Qədim Albaniyada çox tanrılı din mövcud idi. Strabon məlumat verir ki, Yunanların Zevs tanrısı var, Helios tanrısı var, Selena tanrısı var. Müvafiq olaraq Zevs göy tanrı, Helios günəş tanrısı, Selena ay tanrısı. Albaniyada da bu tanrılara sitayiş olunurdu. Amma Albaniyada ən çox üstünlük verirdilər Selena, ay tanrısına üstünlük verirdilər. Deməli, xristianlıq yaranandan sonra kilsələrin tikintisi də başladı. Keçmiş məbədlərin üzərində kilsələr əsasən deməli inşa olunurdu. Kiş kilsəsi. Kiş kilsəsi yerləşir Şəkidə. Ümumiyyətlə bütün Qafqaz ərazisində ilk xristian kilsəsi Kiş kilsəsidir. Dəyərli yoldaşlar, Albaniya tarixi ilə əlaqədar izahımız bu qədər.